Avtomobildə olan bir dənə problemə baxırıq. Avtomobildən fısıltı səs gəlir. Qardaş, sirkələnmə problemi nə yaxınlaşıb yanımıza? Maşın sirkələnirdi və hava çəkmə aşıbqası verir maşın. Bir də avtomobildə olan problemə baxırıq. Buna baxırıq. Buna bax. Söndü maşın, görürsünüz. Bu nəyin səbəbidir? Gəlin göstərim sizə. Baxın, görürsünüz, bu Chevrolet Cruze'un giriş kollektorda, arxa kollektoru. Bu maşında problem odur ki, baxın, bu avtomobildə bunu buradan bu hissəyə doğru pirdirka eləyiblər, şlanq çəkiblər. Bu avtomobildə isə bu şlankı, baxın, bu hissədən bu hissəyə doğru çəkiblər. O şlank da oradan çıxıb, yəni qopub, heç bir effekt vermir bu arada. Çıxıb qopub, ona görə də avtomobil buradan hava çəkir, əl vuran kimi də hava kanalını tutduğuma görə sönür. Yəni qısacası bu avtomobilin problemi bir mənalı olaraq sport, bax, kollektor dəyişəcək, problem də kökündən aradan qalxmış olacaq. Kimin də avtomobilində belə problemlər varsa, səhifədəki nömrəylə əlaqə saxlayıb bizə yaxınlaşa bilər. Bu da servisimizin ümumi vəziyyəti.